MRT müayinəsindən süd vəzi radiologiyasında geniş istifadə olunur. İmplantların qiymətləndirilməsində, ultrasəs və mammoqrafiyada şübhəli sahənin kontrast tutumunun dəyərləndirilməsində, cərrahi sərhədlərin aşkarlanmasında və digər hallarda kontrastlı MRT müayinəsindən geniş istifadə olunur. Və bizim hospitalda xüsusi məmə koili vasitəsilə süd vəzi MRT müayinəsi çəkilir. Süd vəzinin MRT müayinəsindən qorxan, fobiyası olan pasientlərdə isə xüsusi sedasiya altında xəstə yatızdırılaraq peşəkar anestezioloq və reanimatoloq tərəfindən bu prosedurlar həyata keçirilir. Həmçinin bizim hər xəstəxanada olmayan kardiak KT müayinələrimiz geniş istifadə olunur, çəkilir və uzaq metastazların təyin olunmasında süd vəzində geniş şəkildə KT müayinələrindən istifadə edirik.